bizim şəhid analarımız böyük qəhrəmandırlar. Çünki onlar o südüyle vermişdi onlara qəhrəmanlığı, qeyrəti, namusu, vətənpərvərlik hissi. Bax, budur. Bizim şəhidlər bugünkü gün yığışmışıq biz. Amma bu hasanlıqdır, bu rahatçılıqdır. İnanın bu rahatçılığı bizə bəxş edən şəhidlərdir. Bizim şəhidlərimiz o qədər əziyyət çəkirlər. Bizim şəhidlər o qədər əziyyət çəkdilər. Bizim şəhidlər bugünkü günü bizə bəxş etmək üçün bunlar əziyyət çəkdilər. Şəhid olanda nə istəyər? Ümumiyyətlə şəhid kimə deyərlər? Bir insan ki, düşmənin gülləsinə göz yaçır baxa. Bir insan ki, müharibə odun gözü ilə gülüyər. Bax, gör, budur da şəhid. Şəhidlərimiz biri 25, biri 40, biri 45 yaşlarına qədər eşidirdilər ki, bizim Qarabağ, Azərbaycanın yaralı yeriydi Qarabağ. Birinci Qarabağda döyüşündə də, ikinci Qarabağ döyüşündə deyirlər. Amma o bir dənə vətən müharibəsi olub. Azərbaycanın bir dənə yaralı olub. Onlar eşidirdi ki, bizim vətən torpağımız işğal altında. Onlar eşidirdi ki, Xocalı hadisəsində bizim ana bacılarımızın başına hadisələr gətirmək. Onlar eşidirdi ki, biz bütün Azərbaycan sözü deyə bilmirik. Baxın, Cəllabadın Cümə məscidi boyda, hər rayonumuzda o boyda məscidlər var idi. Əziz şəhid ataları, şəhid anaları. Onlar, Allah onlara lənət eləsin, domuz saxlayırlar. Bax, budur şəhid. Şəhid bu kəslərə deyənlər, qanı ilə bizim Quran-ı Kərimimizi, İslam dini və məscidləri pakət çevirdi şəhidlərimiz.